Xoş gördük. Hər kəsi salamlayıram. Çoxdandır YouTube kanalımda video paylaşmırdım. Bugün isə qərara gəldim ki, 2 ay qabaq çəkdiyim videonu səsləndirim və paylaşım. Deməli, ilk dəfə Bakının Məhəmmədi kəndinə Yanardağı yaxından görməyə getdim. Ümumiyyətlə həm peşəmə uyğun olaraq, həm də daxildən gələn istəklə, maraqla tez-tez tarixi məkanlara baş çəkirəm. Yanardağın adı bizə qədim səyyahların əlyazmalarından, müxtəlif ölkələrdən, Zərdüşt dininə mənsub kahinlərin qeydlərindən və əfsanələrdən məlumdur. Bu da vətənimizin Odlar Yurdu adlandırılmağında əsas məqamlardan, atributlardan biri sayılır. Bakının məşhur simvolu olan alov qüllələrinin memarlığı da Yanardağ alovlarından ilham alınaraq hazırlanmışdır. Buradakı alovlar nə zamansa baş vermiş vulkan nəticəsində yeraltı qazların süxurlar arasından sızması və oksigenlə təmasından yaranıb. Yəni normal təbiət hadisəsidir. Lakin zərdüştlər buranı müqəddəs hesab edirlər. Əlbəttə ki, inanclarına hörmətimiz var. Gördüyünüz kimi buraya müxtəlif dəmir pullar da atılıb. Bu da onların niyyət və arzu inancları ilə bağlıdır. Qoruq ərazisində həm qapalı, həm də açıq muzeylər fəaliyyətdədir. Mən isə sizə üstü açıq və kiçik daş muzeydən görüntü təqdim edirəm. Buradakı qədim daş alətlər Məhəmmədi kəndinin qədim sakinlərinə məxsus olub. Sizə xoş izləmələr diləyirəm və gələn görüşlərə dək deyirəm. Hələlik.